bir hərəkətin işləmə sürətini, yəni neçə dəqiqədən bir girmək lazım olduğunu, məsələn, çiyin hərəkətini sizə göstərəcəm. İlk hərəkətimiz bu hərəkət olub, baza hərəkət. Barbell deyirsiniz, nə deyirsiniz onunla. İndi hal-hazırda ikinci hərəkətimiz çiyindir. Nə qədər dincəlmək lazımdır, nə qədər podxodda necə işləmək lazımdır, bunların hamısını sizə göstərəcəm. Bu birincidir. Mən həmişə deyirəm, razminka, robot çəkidən qabaq razminka. Bax, çəkiləri yüngül qoyuram, sayı da bir balada çox vururam. Qoy mənim çiyinimin, biləyimin, sinəmin vətənləri hamısı bu çəkiyə öyrəşsin. Riski birdən, dərhal ağır çəki qoysam, zədə alma riskim dəhşətli dərəcədə artır. Tutdu. Girdi. Baba. 3, 4, 5, 17. Bunu podxoda saymırıq. Nəyə görə? Çünki 17 say vurduq, 20 dənə gedərdi. Başqa nəsə canım istəmədi. Istədədim çünki yoruldum, çox pis yoruldum. Ona görə bu dəqiqə baxın, daha bir 15 kilo əlavə edəcəm. 15 kilo əlavə edəndən sonra çalışacağıq ki, uşaqlar maksimum dərəcəyə sayı 10-12-yə çatdıraq. Yəni maksimum dərəcə istəyirik ki, o qədər say vuraq. Getsə də əla, getməsə də problem yoxdur. Əsas məqsəd, burada mənim məqsədim əzələmi hiss eləməkdir. Ən azından 12 say ştanqla vurmuşam. Yüngül çəki, çox say. Ağır çəki, az say. Hansı böyükdür? Sən böyütməklə bağlı heç nə deyə bilməzsən. Baxın, artıq girəm birinci podxoda. O birisini saymıram. Niyə? Birisindən niyə saymadım? Çünki sayılası da öyleydi. Baxın uşaqlar. İndi bax girəcəm. Allah'ın izniyle. Bakın. Bax. Çalışacağıq ki, bunun 2 say vuraq. Yenə deyirəm, getsə də olar, getməsə də olar. Biz çalışacağıq ki, vuraq. Yəni, çəkidən qorxmaq olmaz. Bu çəki səndən qorxsun. Sən yalnız bismillah deyib, başlaya bilərsən. Vurduq. Gördünüz? Podxod var budur. Sənin podxoddan çıxandan sonra sənin vəziyyətin əgər şöpariyatka olursa, yaxşı olursansa, o artıq mənə görə podxod sayılmır. Sən podxoddan çıxanda maksimum dərəcədə sən haldan düşməlisən. Hələ də bitməyib, hələ də hərəkətimiz davam edir. Uşaqlar, mən biraz gəzirəm, siz də gəzin, çalışın. Məşq prosesində gəzmək lazımdır ki, nəfəsimiz yerinə gəlsin. Artıq uşaqlara məsəl üçün roboti izah edirəm, isti çəki izah edirəm, məsələn. Razminkanı saymayın deyirəm, görürəm ki, əksəriyyət başa düşmür. Buna görə də mən
Artıq bunu praktiki olaraq video çəkiş şəklində istədim ki, çəkim, hər kəsə göstərim. Bax, məncə 1 dəqiqə yarım oldu. Nəfəsim yerinə gəlməsə də, mən artıq girməyə məcburam. Artıq məcburam ki, girəm. Patvoda girim. Düzdür, yorğunam, düzdür. Xəstəyəm, halsızam. Amma bu heç nəyi dəyişmir. Heç nəyi dəyişmir. Və biz maksimum dərəcədə məşqimizə köklənirik. Bəli, bu artıq ikinci patvoddur. İşçi çəki nədir? 10-12 say. Vura bildim. İndi ola bilərsən 6 say sisteminə işləyirsən. Həmən onu saymıram. Hələ yəni siz onun üçün cavan sizə əksəriyyətdir. 6 bir o qədər də önəmli deyil. 10-12 say vırdığın o çəki sənin işçi çəkin sayılır. Bu dəqiqə məndə birinci patvodda, ikinci patvodda 10-12 say getməyə də bilər. Yəni orada da qorxmaq lazım deyil uşaqlar. Bəli, artıq ikinci patvoda gelir. Ağır olacaq, çətin olacaq. Amma biz qorxmuruq. İkinci patvodda birinci patvoddan az getməlidir. Yəni bir dəqiqə. Yəni sən 12 say birinci patvodda vırdınsa, ikinci patvodda da 12 say getdisə, bu artıq sənin üçün işçi çəki deyil. Yəni bundan tam əmin ola bilərsən. Yəqin ki, başa düşmək istəyirsiniz nə deyirəm. Daha doğrusu başa düşə bilirsiniz. Mən belə başa düşürəm. Patvodlar arası da su içməyə yaddan çıxartmıyorum. Unutmayın ki, əzələlərin ən vacib məqamlarından, qiralarından biri sudur. Sən nə qədər çox su içə bilsən, təbii ki, öcümək lazım deyil. O qaytarmaq lazım deyil. Nə qədər çox su içsən, bir o qədər əzəllərin həcmli iri görünəcək. Bəli, artıq mən 3-cü patvoda girəm, 3-cü yanaşmaya girəm uşaqlar. Baxırıq. Bir hərəkət, Kristanya yox təbii ki. Bu tip hərəkətlər 10 dəqiqə, 12 dəqiqəni ala bilər. Bəli, girdik hərəkətimizə. 3-cü patvoddur, 3-cü yanaşmadır. Bəli. Artıq bu 3-cü patrol idi, bu son idi uşaqlar. Yəni 4 dənə, 5 dənə getməyinə görə məyus olmağa dəyməz. Əksinə 12 dənə getsəydi, mən məyus olmalıydım ki, bu niyə bu qədər getdi? Bu videom çiyinin bir hərəkəti üçün nəzərdə tutuldu. Matı. Çalışın hərəkətləri maksimum dərəcədə məsuliyyətli edin ki, iri həcmli olasınız. Öpürəm.